Salam, bugün səninlə Real Madriddəki gənc ulduzumuz Arda Güler'in son oyundakı, yəni Celta Vigo'ya qarşı çıxışını biraz dərinləməsini müzakirə edəcəyik. Salam, bəli, çox maraqlı oyun oldu həqiqətən. Əlimizdə NTV Spor'dan xəbər var, bir də Esport Plus YouTube kanalından qol anının təsviri. Baxaq görək Arda oyunda nə göstərdi, necə parladı. Başlayaq. Deməli, İspaniya La Ligası idi 34-cü həftə. Oyun da Santiago Bernabeu'da. Bəli. Real Madrid Celta Vigo'nu qəbul edirdi və Arda nihayət ki ilk 11'də başladı. Və bütün diqqətləri də çəkdi üstünə. Onun üçün böyük şans idi bu. Elədi. Gəl birbaşa o məşhur ana gedək də 33-cü dəqiqəyə. Yadındadır? Real Madrid künc zərbəsi qazandı. Deyirlər ki, topu tez oyuna saldılar pasla. Arda cərimə meydançasında aldı topu və orada, necə deyim, çox qəşəng bir hərəkət elədi. NTV Spor buna şık çalım deyir, yəni çox zərif aldatma da. Bəli, çox estetik bir hərəkət idi. Rəqibini elə keçdi ki. Sonra da sol ayağı ilə yaxın küncə elə bir zərbə vurdu ki, mənbədə mükəmməl vuruş yazılıb. Top birbaşa torda. Möhtəşəm idi. YouTube təsvirində də deyildiyi kimi Arda kilidi açdı. Oyunun ilk qolu özdə belə gözəl. Bu qolun əhəmiyyəti, yəni təkcə gözəlliyi deyil, oyunun ilk qolu idi və hesabı açmaq ilk dəfə startda oynayan bir gəncə nəsib oldu. Bu çox önəmlidir. Düzdür, məsuliyyəti götürdü. Bəli, təzyiq altında necə oynadığını göstərir. Həm də künc zərbəsindən sonra o sürətli hücum, Arda'nın fərdi ustalığı, yəni oyun zəkası da ortadadır. Düz buyurursan. Amma təkcə qolla bitmədi axı. İkinci hissə başladı, 48-ci dəqiqə, bu dəfə asist. O da var idi. Orta sahədə topu aldı deyirlər. Birdən baxdı ki, Kylian Mbappe qaçır qabağa və o pası verdi müdafiənin arxasına, ölçülüb biçilmiş, dəqiq. MTV Spor buna harika pas deyir. Əla pas idi həqiqətən. Tam yerinə düşdüm. Mbappe də nə eləsim, gəldi, rahatça qola çevirdi. Real Madridin 3-cü qolu idi bu. Bax, bu asist ən az qol qədər dəyərli idi məncə. Bəlkə də daha çox. Bilirsən niyə? Niyə? Çünki bu Arda'nın təkcə texnikasını yox, həm də, necə deyim, meydanı görmə qabiliyyətini, oyun quruculuğunu göstərdi. Özdə Mbappe kimi bir ulduzla belə bir əlaqə qurması, bu çox şey deyir. Elədi. Komandaya uyğunlaşdığını göstərir. Tamamilə, oyun zəkasıdır bu. Oyunda da az qalmadı 83 dəqiqə meydanda oldu, sonra alqışlarla çıxdı, yerinə Brahim Diaz girdi. Bəli, 83 dəqiqə yaxşı müddətdir, ilk start üçün. Mənbələrdə də yazırlar ki, azərkeşlər dəli olublar onun oyunundan. Hətta NTV Sportda o ifadə var resital sundu. Yəni, sanki konsert verdi meydanda. O ifadə çox yerindədir. Yəni, təkcə qol, asist deyil, bütün oyunuyla, topla rəftarı, hərəkətləri ilə həqiqətən resital idi. Bir asist. Bu, çox ciddi göstəricidir. Bu cür çıxışlar onun gələcəyi üçün, yəni komandadakı rolunun artması üçün çox müsbət siqnallardır. Sübut etdi ki, onun haqqında deyilənlər boş sözlər deyilmiş. Oyunun nəticəsinə də baxaq, Real Madrid çətin oldu, amma 3-2 utdu Celta Vigo'nu. Gərgin oyun oldu. Real'ın o bir golunu da elə Mbappe vurmuşdu. Celta'nın gollarını da Javier Rodriguez'lə Williot Svedberg vurdu. Bu qələbə çox vacib idi Real Madrid üçün. Ardıcıl 4-cü qələbələri oldu və 75 xalla 2-ci yerdədilər. Möhkəmləndirdilər yerlərini. Celta Vigo harda qaldı? Celta 46 xalla 7-ci yerdədir. Amma indi Real Madridi daha böyük bir oyun gözləyir. Səfərdə Barcelona ilə El Clasico. Bax, elə o maraqlıdır. Arda'nın bu performansı yəqin ki, o oyun öncəsi komandaya əlavə bir ruh yüksəkliyi verəcək. Deməli, yekunlaşdırsaq, əlimizdəki məlumatlara görə Arda Güler Celta Vigo qarşısında şansını əla dəyərləndirdi. Qolu ilə, asisti ilə, ümumi oyunu ilə, o resital ilə yadda qaldı. Azərkeşlərin də sevgisini qazandı. Həqiqətən də çox yadda qalan bir performans oldu. İzləməyə dəyərdi. Sözsüz, çox təsirli idi. İndi bax, sənin üçün də bir düşüncə mövzusu. Görəsən, Arda'nın bu qədər parlaq, effektiv oyunu qarşıdakı El Clasico kimi kritik bir maçda ona daha çox şans qazandıracaq? Yəni, baş məşqçi ona daha çox güvənəcəkmi indi? Maraqlı sualdır. Bunu zaman göstərəcək. Çox sağ ol bu maraqlı müzakirə üçün. Sən də sağ ol. Bizi dinlədiyiniz üçün təşəkkürlər.